Xəzər xaqanlığı, Xəzər dövləti. Şərqi Avropada yerləşir. Biz Göytürk dövlətini keçəndə qeyd etdik ki, Göytürk dövləti iki yerə bölünmüşdü 6-cı əsrin 80-ci illərində. Qərbi Göytürk və Şərqi Göytürk. Qərbi Göytürk dövlətinin varisi Xəzərlər olmuşdur və Xəzər dövlətinin yaranmasında Xəzər, Barsil, Sabir və digər türk tayfaları iştirak etmişdir. Bu tayfalar bizim İranın 4-cü, 7-ci əsrlərində xalqların böyük köçündən əvvəl Qafqazda və qonşu ərazilərdə yaşayırdılar. Qərbi Göytürk dövlətinin süqutundan sonra onun ərazisində 7-ci əsrin 50-ci illərində ortalarında Xəzər xaqanlığı yaranmışdır. Böyük Bulqar dövlətini zəiflətdikdən sonra isə onun xeyli ərazilərini Xəzər xaqanlığı ələ keçirmiş və öz sərhədlərini genişləndirmişdir. Xəzər xaqanlığının paytaxtları Bələncər, Səməndə, sonra isə İdil şəhərləri olmuşdur. İdil, Səməndər, Bələncər də təqribən bu ərazilərdədir. Xəzərlər Sasanilərin Azərbaycanda, eləcə də Cənubi Qafqazda möhkəmlənməsinə imkan vermədilər. Xəzər xaqanlığı Şərqi Avropa tarixində böyük rol oynadı. Xəzərlər bir tərəfdən ərəblərin Şərqi Avropaya, digər tərəfdən də özlərindən şimalda yaşayan xalqların xilafət üzərinə yürüşlərinin qarşısını alıblar. Xəzərlərin Sasanilərlə münasibətlərini biz Azərbaycan tarixində Sasanilər mövzusunu keçərkən, erkən orta əsrlərdə Sasanilər Azərbaycan ərazisinə köçürmə siyasəti edərkən, türk xalqlarının ikinci axınında Xəzər, Bulqar, Sabirlərin, Barsillərin gəlməyini qeyd etmişdik və Sasanilərin köçürmə siyasətinə mane olmaqlarını qeyd etmişdik. Ərəb-Xəzər müharibələri isə 200 il davam etmişdir. Bunu həm Azərbaycan tarixində, Azərbaycan xilafətinin tərkibində mövzusunda, həm də ümumi tarixdə də Ərəb xilafəti mövzusunda yaxından öyrənirik. Xəzər dövlətinin başında Göytürk xaqanlarının nəslindən Aşina nəslindən olan xaqan dururdu. Qeyd etdik ki, Xəzərlər Qərbi Göytürkün varisləridir. Göytürkdə Aşina sülaləsi olduğuna görə, eynən Xəzərlər də onların varisləri olduqlarına görə onlarda da Aşina sülaləsi idi. Bunu yadımızda saxladıq. Qədim türk adətinə görə xaqan olacaq adamın boynuna bir neçə yerdən kəməd atıldıqdan sonra onu sıxmağa başlayırdılar. Neçə il hökmranlıq edə biləcəyini soruşdular. Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalma fikrinə düşərsə, onu hakimiyyətdən uzaqlaşdırırdılar. Dedik ki, Xəzərlər Şərqi Avropada yaranıb. 8-ci, 9-cu əsrlər Xəzər asayişi dövrü adlanır Şərqi Avropada. Onlar Slavyan qəbilələrini icazə vermişdilər ki, Desna və Dnepr çayları arasında yerləşsinlər. Və dedik ki, ərəblərlə mübarizə aparmışdılar, uzun müharibələr. Xəzərlər şimala doğru çəkildilər və şərqi slavyanları tabe etdilər. Hətta şərq slavyanları Xəzərlərə tabe olaraq vergi də vermişdirlər. Birinci şəxs dedik xaqan idi, ikinci şəxs isə nüfuzlu şəxs Xaqan bəy idi. O xaqan qarşısında sədaqət and içib, vəzifəsini yerinə yetirməyə başlamamış, odun üstündən keçməli idi. Xəzər xaqanlığının dövlət dili türk dili Xəzər dili idi. Xəzər qalıqları dövrümüzə qədər gəlib çatmış, böyük şəhərlər salmışdılar Xəzərlər dövründə. Şəhərlərin əsas əhalisi mərkəzdə yaşayan türklər olmuşdur. 8-ci əsrdə Müsəvilik, Yəhudilik Xəzər xaqanlığının dövlət dili elan edilmişdi, amma məhkəmə hakimiyyəti bütün dinləri təmsil edən nümayəndələrdən təşkil olunmuş, heç bir dini ayrı seçkiliyə yol verilməmişdir. Hər bir şəhərdə müsəlman, xristiyan, yəhudi və tanrıçılığı təmsil edən üzvlərdən ibarət dövlət məhkəməsi də fəaliyyət göstərmişdir.
Dövlətin iqtisadiyyatını əkinçilik, maldarlıq, sənətkarlıq təşkil edirdi. Bütün dövlətlərdə olduğu kimi Xəzərlər ticarətdən əldə etdikləri gəlir, ərazilərdən keçən karvan yollarından alınan gömrük, habelə tabe edilmiş xalqların ödədiyi vergilər hesabına güclü ordu qurmuşdurlar. Ərəblərlə dedik 200 ilə yaxın mübarizə aparmışdılar. Bu uzun sürən müharibələr qonşu türk xalqı olan peçeneklərin hücumları, habelə dövlətin ərazisində müxtəlif dinlərin yayılması Xəzər xaqanının zəifləməsinə gətirib çıxartdı. Bizdən soruşsalar Xəzər xaqanının zəifləməsinə gətirən səbəblər, qeyd edirik, ərəblərlə olan uzun müharibələr, peçeneklərin hücumu və müxtəlif dinlərin yayılması Xəzər xaqanlığının zəifləməsinə səbəb oldu. Biz qeyd etmişdik ki, Xəzərlər Slavyanları tabe etmişdi, Slavyanlar gücləndilər və Xəzər dövlətinin zəifləməsindən istifadə edib Kiyev knyazlığı 10-cu əsrin 60-cı illərində Xəzər xaqanlığının şəhərlərinə taladılar, çoxlu qənimət əldə etdilər və 965-ci ildə Kiyev knyazı Svyatoslav qayrətçi yürüş edib Xəzər xaqanlığına son qoydu. Xəzər xaqanlığını son qoysa da Xəzərlərin adı 12-ci əsrə qədər bəzi mənbələrdə çəkilir. Amma artıq öz əvvəlki qüdrətlərini itirmişdilər. Deməli, Xəzər xaqanlığı 7-ci əsrin ortalarından 965-ə qədər hakimiyyətdə olub, Şərqi Avropada yaranıblar və dedik ki, Qərbi Göytürklərin varisləri idilər. Xəzər xaqanlığı haqqında bu qədər.